Hər kəsə salam dostlar. Bu gün mən sizə Xocavənd rayon Quzey Xırman kəndində dövlətin bizi təmin etdiyi evi göstərmək istəyirəm. Bu çəkilişi biz etməsək də, evimizin dəqiq görüntüləri bunlardır. Hal-hazırda biz həmin evdə yaşamadığımız üçün hələ ev boşdur. Ancaq evin dəqiq tam əşyalı e, görüntüləri köçüşdən sonra ev turu halında gələcəkdir. Evimiz 2 mərtəbəlidir. Alt mərtəbədə bir dənə zal var və mətbəxi ilə çamaşırxana adlandırdığımız yeri var. Yuxarı mərtəbədə isə indi hal-hazırda çıxırıq. Mənzərə çox gözəldir. Təbii ki də Qarabağ yerində yaşayanlar bilər. Belə girişdə yenə bir zal var. Bu gördüyünüz mavi divar kağızlı otağı biz qardaşıma görə düşünmüşük. Göstərdiyimiz otaq anamın. Bu otaq isə bacımla mənim otağım kimi nəzərdə tutulub. Belə bir otaq. Biz bu otağı nənəm üçün nəzərdə tutmuşuq. Sizcə evimiz necədir? Sizin xoşunuza gəldimi? Bu kimi videoların davamı üçün kanalımıza abunə olub, video like atmağı və bildiriş açmağı unutmayın. Qarabağda çoxlu videolarımız gələcək.